Salam əziz dostlar, yeni Brain Ring'de görüşürük və bugün bizdə dekabr ayının final oyunudur. İctimai televiziyanın efirində izlədiyiniz Brain Ring'in neçə illərdir ki, dəstəkçiləri Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyidir. Bugün də oyunumuz Crystal Hall'dan yayımdadır. Dənizkənarı Bulvar İdarəsi ərazisində yerləşən Crystal Hall'un bütün əməkdaşlarına minnətdarıq. Verilişimizin baş sponsoru bu mövsümdə də NAR'dır. Verilişin maliyyə sponsoru Bir Bank. Bugün müstəqil hakimlərimiz baş sponsorumuz olanların İctimaiyyətlə əlaqələr üzrə meneceri Anar Məsimov və Kapital Bankın İctimaiyyətlə əlaqələr üzrə proses sahibi Arzu xanım Əliyevadır. DJ pultu arxasında DJ Maksim. Dəstək qrupumuz komandaların ən yaxın yoldaşı Flash qrupunu salamlayırıq. Xatırladıram ki, artıq 2 həftədən sonra biz Bilik Kubokunun sahibinin adını biləcəyik. Həmin oyunda oktyabr, noyabr və dekabrın çempionları mübarizə aparacaqlar. Dəyişməyən baş sponsorumuz Bilik Kubokunun sahiblərinə dəyərli hədiyyələr hazırlayıb. NAR sənə ən yaxın. Eləcə də proqramın maliyyə sponsorundan Bir Bankdan bu kubokun sahiblərinə 3000 manat hədiyyə ediləcək. Xatırladıram ki, Elm və Təhsil Nazirliyinin də qaliblərə hədiyyəsi olacaq. Komandanın hər bir üzvü yeni planşetlə mükafatlandırılacaq. Gəlin, hal-hazırda Bilik Kubok uğrunda yarışacaq ən azı 2 komandanı salamlayaq. Oktyabrın çempionu Azərbaycan Dövlət Aqrar Universiteti. Noyabrın çempionu NAR. Və bugün onların daha bir rəqibi bəlli olacaq. Bugünkü oyunun 3 iştirakçısı ötən həftələr ərzində bilindi. Bu, Bakı Dövlət Universiteti komandasıdır. Norm Sement və Azərbaycan Tibb Universiteti. Qalan bütün komandalar üçün isə mən şans oyunu elan edirəm. Bugünkü yarışımızda oynayacaq 4 komandadan 3'ü bilinir. Bakı Dövlət Universiteti, Norm Sement və Azərbaycan Tibb Universiteti komandası. Daha bir komandanı müəyyən etmək üçün şans oyunu baş tutur və bugün şans oyununda qaydalar belədir. O masa ki doğru cavab verəcək, həmin masa arxasında olan komandalar 2 masa arxasında bölünə biləcəklər. Əksini yaşayan masa isə tribun olaraq geri qayıdacaq. Hər halda düymə sıxıldı, yaddan çıxarmayın ki, dərhal cavab verən komandasını elan etməli və cavabını bəyan etməlidir. Xatırladıram ki, bir komanda seçiləcək. Beləliklə, şans oyunumuzun bugünkü qaydaları belədir. Bilirsiniz, bu il Azərbaycan böyük zəfərin 5 illiyini qeyd edir və bu münasibətlə bütün həmvətənlərimizi təbrik edirəm. Mən sizə Qarabağda yerləşən çox maraqlı, görməli yerləri deyəcəm. Siz mənə onun hansı rayonumuzun ərazisində yerləşdiyini. Beləliklə, başlayaq. Kömək üçün 3 variant deyəcəm, narahat olmayın. Xudafərin körpüləri. Cəbrayıl, Laçın, yoxsa Şuşada yerləşir? Vaxt. İşıq yaşıl masada yanıb, kim cavab verir? Cavid Məmmədov, NAR komandası, Cəbrayıl. Doğrudur. Və gördüyünüz kimi yaşıl masanın indi 2 masa arasında bölünmə imkanı var. Qarğabazar karvansarası Laçında, Füzulidə, yoxsa Şuşada yerləşir? Vaxt. İşıq yenə yaşıl masada yanıb. Buyurun, Cavid. Səhv eləmirəmsə, Şuşada. Yanılırsınız. Yanılırsınız, qırmızı masanın şansı yaranır. Laçın, Füzuli, yoxsa Şuşa? Qarğabazar karvansarası harada yerləşir? Emil Yusublu, Sumqayıt şəhəri, Füzuli. Elədir ki var. Elədir ki var və indi bu cür fürsəti əldən verən yaşıl masa arxasındakı komandalar tribunalara geri qayıtmalı olur. Biz nə görürük? Bir tərəfdən Lənkəran komandası və Sumqayıt, digər tərəfdə isə Bridge komandasını. İstisu mineral bulağı. Ağdam, Qubadlı, yoxsa Kəlbəcər? Vaxt. İşıq yaşıl masada yandı deyərdim, amma qırmızı masa al rəngə boyadı. Emil Yusublu, Sumqayıt şəhəri, Kəlbəcər. Elədir ki var. Beləliklə, bir tərəfdə Emil Yusublu, digər tərəfdə isə Lənkəran komandasından oyunçumuzla biz ringə kimin qalacağını müəyyən edirik. Diqqət. Bəsitçay Dövlət Qoruğu. Zəngilan, Qubadlı, yoxsa Laçın? Vaxt. İşıq qırmızı masada yandı. Emil?
Səhv eləmirəmsə Emil Yusublu Sumqayıt şəhəri, səhv eləmirəmsə Zəngilandır. Doğrudur. Və Sumqayıt komandası qırmızı masa arxasında mübarizəni davam etdirir. Beyrək Rəhimov, Emil Yusublu, Ceyhun Abdullayev, Emin Əmirov, Muxtar Səfərov, komanda kapitanı Eşkəf Paşabəyli bugün finalda oynamağı planlaşdırmasalar da şans oyunu onları masa arxasına gətirir. Beləliklə 3 rəqibi xatırladıram ki, Bakı Dövlət Universiteti komandası, Azərbaycan Tibb Universiteti komandası və Norm Sement komandası öz növbəsini gözləyirlər. Bəs hansı ardıcıllıqda komandalar ringə çıxacaq, yaşıl masa arxasına əyləşəcək, komandanı siz müəyyən edəcəksiniz. Hərəniz bir kartı götürün, qalanı mənimdir. Yaxşı. Yaxşı, qalan budur. Azərbaycan Tibb Universitetinin komandasını çağırıram. Fərid Məmməd Hüseynov, Arzu Musayeva, Cavid Əhmədov, Günhan Dadaşov, Aydın Cəfərov və komandanın kapitanı Fərid Əhədli yerlərini yaşıl masa arxasında alırlar. Xatırladıram ki, növbəti döyüşdə Norm Sement komandası Bakı Dövlət Universiteti komandasına qarşı yarışacaq və o cütlüyün qalibi bu cütlüyün qalibi ilə 2 final döyüşü keçirəcək. Görək dekabrın çempionu Sumqayıt komandası olacaqmı? Çünki bu onların bilik kubuku uğrunda mübarizə aparmaq üçün yeganə şansıdır. Belə ki, Azərbaycan Dövlət Aqrar Universiteti və NAR-la bərabər kubok uğrunda yarışmağa müvəffəq ola bilərlər. Bundan dolayı da Azərbaycan çempionu belə ola bilərlər. İşə bir bax. Əsl revanş oldu. Keçən həftəki fürsəti əldən verən Sumqayıt sizi burada yenə elə bil ki, o tinin dönən yerində gözləyirmiş. Və budur 5 xala qədər döyüşdə gəlin gücümüzü sınayaq deyirlər. İlk sualım Bakı haqqındadır. Bakıda fəaliyyət göstərən funiklor. Bilməm, bilirsiniz yox, onun cəmi 2 stansiyası var. Onlardan biri Şəhidlər Xiyabanı adlanır. Bəs digər stansiya kimin adını daşıyır? Vaxt. Tibb Universiteti komandasının masasında fail start. Bu mühüm döyüşdə masa arxasında qalmaq üçün 4-çi nişanından Aydın Cəfərov imtina edir. Qalan vaxt Sumqayıtındır. Eşidirəm sizə, şef. Emil Yusublu bizi bu oyuna çıxardı. Ona görə ilk sualın cavabını o səsləndirəcək. Sırf ona görə Bəhram Gür. Doğrudur. Funiklorun qarşısında məhz Bəhram Gürün heykəlini görməyə olar. Növbəti sual, yenə bir xal. Hansı mərasimi təsvir edən Winston Churchill daha çox əskər, daha çox musiqi sözlərini istifadə etmişdi? Vaxt. Daha çox əskər. Sumqayıt komandası? Emil. Bəlkə hərbi paradları belə deyirdi. Elə deyil. Azərbaycan Tibb Universiteti düşünür. Bəlkə, nə bilim, Yeni kraliçə olması, daha çox əskər, daha çox musiqi. Okey, Churchill'in dövründə Elizabeth ikinci şey olub da. Kraliçə olan. Saç qoyma mərasimi. Saç qoyma. Okey, yaxşı. Siz nə deyəcəksiniz Fərid? Zəhmət olmasa Pinhon üçün təşəkkür yardısı. Hansı mərasimi təsvir edən Winston Churchill daha çox əskər, daha çox musiqi sözlərini istifadə etmişdi? Ola bilsin ki, tac qoyma mərasimi yeni kraliçanın və ya kralın gəldiyi zaman. Yox, bu mərasim onun gələcək dəfn mərasimi idi. O barədə belə planlar qururdu. Sualın dəyəri qalxdı. 2 xal oynanılır. Belqradın Partizan komandasının baş məşqçisi Aleksandr Stanoyeviç Sırvena Zvezda ilə derbidən sonra azarkeşlər tərəfindən möhkəm döyülmüşdü. Niyə polis Sırvena Zvezda azarkeşlərindən heç kimi həbs etmədi? Vaxt. Tibb Universiteti buyurun. Cavid cavab verəcək. Çünki polis özü də həmin komanda azarkeşi idi. Yox. Masadan qalxmalı olursunuz. Sumqayıt düşünür. Hərbinin yox, polisin. Mən də bilirəm. Ki, başqa nə ola bilər? Polis qurumunu birinci şey oynamışdı. Stayanov çəkmişdən qürəlmişdi. Yox. Ha, elə desən. Özünün birinci Eşidirəm. Fatih, zəhmət olmasa mənim üçün təkrar eləyərdiniz. Belqradın Partizan komandasının baş məşqçisi Aleksandr Stanoyeviç Sırvena Zvezda ilə derbidən sonra azarkeşlər tərəfindən möhkəm döyülmüşdü. Niyə polis Sırvena Zvezda azarkeşlərindən heç kimi həbs etməmişdi? Polis Sırvena Zvezda azarkeşi deyil idi. Sadəcə olaraq Sırvena Zvezda bildiyim qədər polis idarəsinin ümumiyyətlə komandasıdır. Ona görə belə bir addım atmışdı polislər. Yox.
Stanoyeviçi azarkeşlər dedim döymüşdülər. Bir məsələ var ki, Crvena Zvezdanın yox, Partizanın öz azarkeşlər. Çünki onlar 4-0 hesabı ilə uduzmuşdular. Sizin isə 4-0 hesabı ilə indi irəliləmə imkanınız yaranır. Çünki Sumqayıt növbəti suala cavab verərsə, bu 3 xalı belə götürmüş olur. Tibb Universiteti isə oyunu öz xeyrinə çevirmək üçün bu fürsəti əldən verməli deyirlər. İtaliyada yerləşən hansı stadionu bəzən La Scala del Calcio adlandırırlar? Mən hər iki variantı qəbul edəcəm. Vaxt. Tibb Universiteti kim cavab verir? Özüm cavab verəcəm. San Siro və yaxud da Giuseppe Meazza. Elədir ki var. Stadion məşhur La Scala teatrı kimi Milanda yerləşir və sizə hesabda üstünlük əldə etmək imkanı verir. Deməli, siz dekabrın finalına təsadüfən çıxmamışdınız. Bu bir daha bunun sübutudur. Amma bu hesabdakı üstünlüyü itirmək olmaz. Rus bəstəkarı Shostakoviçin adını daşıyan müsabiqədə musiqi kollektivləri iştirak edirlər. Şərtlərə görə ən yaşlı iştirakçının yaşı 45-dən az, hamısının birlikdə yaşı isə 140-dan çox olmamalıdır. Bu müsabiqədə iştirak edən kollektivdə neçə iştirakçı olmalıdır? Vaxt. Sumqayıt komandası ilk saniyədə düyməni sıxıb. Beyrək cavab verəcək. Buyursun. Dedisi 45 isə 45 vur 4 bu ilə 140, deməli 4 nəfər olmalıdır. 45 vur... Yox, 45 yəni 4 nəfər olmalıdır. Yəni 140-ı 45-ə böləndə eləyir 4 da, yəni o mənada. Yox, 4 nəfər. Yox, bir dəqiqə. 4 nəfər. 45-i 4-də... O başqa rəqəmdir, 4-dür cavab. Cavab 4-dür. Sadəcə başa düşmək istəyirəm ki, riyaziyyatla problem yoxdur ki, belə. Yox, həyəcan var. Həyəcan var. 3-2! Mən bu hekayədə ən sevdiyim odur ki, Beyrək özü ölkəmizin böyük maliyyə institutlarından birində çalışır. Və mən ümid edirəm ki, onun iş yoldaşları bugün bu oyuna baxmırlar. Növbəti sual, yenə bir xal dəyərində. Bu yaxınlarda keçirilmiş Super Bowl-un musiqi fasiləsində qaradərli rapçi Kendrick Lamar'ı səhnəyə Sam dayı obrazında olan hansı aktyor dəvət etmişdi? Vaxt. Sumqayıt komandası buyurun. Samuel L. Johnson. Yox. Komanda kapitanı itirir, Tibb Universiteti düşünür. Yox, Samuel L. Johnson dedi. Johnson dedi. Jackson olmalıdır ya. Həqiqi Johnson dedi. O Johnson dedi. Johnson dedi. Heç nə, Samuel onda Jackson. Ya Morgan Freeman'dı ya Jackson. İkisindən biridir. Okey, vur təşəkkür. Başqa kim ola bilər? Yəni ya Morgan Freeman ola bilər qaradərli. Fərid, sizin versiyanız nədir? Sizin versiyanız kimdir? Fərid üçün təkrar yardım. Fərid, bu yaxınlarda keçirilmiş Super Bowl-un musiqi fasiləsində qaradərli rapçi Kendrick Lamar'ı səhnəyə Sam dayı obrazında olan hansı aktyor dəvət etmişdi? İki versiyamız var. Biri Samuel L. Jackson'dır, digəri Denzel Washington'dur. Bax, məsələ də budur, düzgün olanını seçmək lazımdır. Sam dayı Amerikanın simvoludur. Ola bilsin soyadı Washington olan aktyor olmalıdır. Denzel Washington deyək. Yox, o deyil. Samuel L. Jackson'dır. Johnson yox, L. Jackson. Növbəti sual 2 xal dəyərində. Azərbaycan Tibb Universiteti masasında mən Gəncə sindromunun şahidi oluram, amma bu sindrom yaxşı bir şey olsaydı biz bugün Gəncə ilə də oynayırdıq. Dostlar, psixoloqlar qeyd edirlər ki, müəyyən bir fobiya müasir dövrdə babalarımızın zamanındakından daha geniş yayılıb. Axı, onların o qədər də çox əyləncəsi yox idi və bəzi insanlar birmənalı olaraq müsbət formada qəbul edilirdilər. Bu insanların qorxulu xüsusiyyətləri arasında emosiyaları oxumaq imkanının olmaması qeyd olunur. Söhbət kimlərdən gedir? Vaxt. Məncə vur abi deyək, qəşəngdir. Tibb Universiteti buyurun. Fərid. Doğru cavab qələbə deməkdir. Ola bilsin poker oyunçularıdır. Xeyr, elə deyil. 15 saniyə Sumqayıtındır. Əvvəllər daha çox idi, indi daha çoxdur. Çünki əvvəlcənin çox əyləncəsi olmuyor. Ortaq xüsusiyyətləri də ki... Emosiyalar oxuya bilməmək, idmanda falan ola bilər, hardasa. Mən üçün təşkil edəcəm. Sumqayıt komandası. Fatih Zəhmətov Musa Emil Yusuf üçün təkrar eləyərsiniz. Psixoloqlar qeyd edirlər ki, müəyyən bir fobiya müasir dövrdə babalarımızın zamanındakından daha geniş yayılıb. Axı, onların o qədər də çox əyləncəsi yox idi və bəzi insanlar birmənalı olaraq müsbət formada qəbul edirdilər.
Və bu insanların qorxulu xüsusiyyətləri arasında emosiyalarını oxumaq imkanının olmaması qeyd olunur. Söhbət kimlərdən gedir? Mən düşünürəm ki, şizofrenlərdən gedir. İndi bütün insanlar müntəzəm olaraq sirklərə getmirlər və emosiyaları çoxlu makiyaj səbəbilə oxumağı mümkün olmayan klounlar barədə sual idi. Növbət sualın dəyəri qalxdı. 3 xal oynanılır. Riskli vəziyyət və hər iki komandaya qələbə vəd edən fürsət. 2024-cü ilin yayında Tour de France velo yarışı Parisdə keçirilmədi. Nitsaya köçürüldü. Belə dəyişikliyə səbəb hansı tədbir idi? Vaxt. Yaşıl masada false start və qırmızı masa düşünür. Tələsmə. 2024-də orada Olimpiya oyunlarında, Parisdə keçən yay Olimpiya oyunları. Sumqayıt Emil komandası. cavab verəcək. 2024-cü ildə Parisdə keçirilən yay Olimpiya oyunlarına görə. Tamamilə doğru cavab və revanş baş tutur. Sumqayıt komandası masa arxasında qala bilir. Tibb Universiteti komandası isə öz təşəkkür və minnətdarlığını alıb tribunalara geri qayıtmalı olur. Sumqayıt komandasını biz birazdan bir döyüşdən sonra görəcək. Həmin ikinci seçim döyüşünə isə bilirsiniz. Bakı Dövlət Universiteti komandası gəlir. Buyurun yaşıl masa arxasına. Emin Qasımov, Vüsal Qaflanov, Səyyar Qurbanov, Şamxal Cəbiyev, Ramal Ağzadə və komandanın kapitanı Səməd Səmədov yaşıl masa arxasında yer alırlar. Norm Sement komandasında çağırmağa tələsirəm. Məzahir Səmədov, Elnur Qasımzadə, Həsən Abbaslı, Şahmurad Məmmədov, Nəriman Əliyev və Mireydər Həmzəyev yerlərini qırmızı masa arxasında alırlar. Görək bu döyüşdən qalib kim olacaq? Kim Sumqayıta qarşı yarışacaq? Dekabrın finalı, dekabrın çempionunun adı bilinəcəyi axşamdayıq. 1980-ci illərdə SSR-də bu amplua nümayəndələrini keçmiş həndbolçu və ya nizə atanlardan seçirdilər. İngilis sözü ilə deyin, söhbət hansı ampluadan gedir? Vaxt. Üç qeydə tutan, beyzbolda tutan. Pitcher nədir? Kəsir, hə. Pitcherdir, kəsirdir. Bakı Dövlət Universiteti, buyurun. Bu suala Səyyar Qurbanov cavab verəcək. Olsun bu catcher beyzbol oyununda topu tutan şəxslər. Yox. Norm Sement düşünür. Amplada. Şöyle flagmandır, bayraq daşıyan. Goalkeeper, atan Olimpiyada bayrağı Catcher yox, pitcher olar da. Pitcher atan. Mireydər. Bizcə catcher yox, pitcher. Əksinə uzağa atırsan, necə pitcher daha yaxşı olar. İdman növü beyzboldur. Pitchers topu güclü atmalı olan oyunçulardır və bu idman növünün populyar olmaması səbəbindən lazımlı bacarıqlara sahib olan şəxslər digər idman növlərindən götürülmüşdür. 1-0. Bu döyüşdə ilk sualda da biz görürük ki, komandalar bəzən bir-birinə doğru cavabı pas verə bilərlər. Səməd, mənə elə gəlir ki, siz pas verən komanda olsaz qolu onlar vuracaq. Ona görə mən istəyirəm ki, siz qolu vuran tərəf olasınız. Ən azı hesab indi sizin xeyrinizə deyil, vəziyyəti öz xeyrinizə dəyişmək zamanıdır. Səməd, Roma imperatoru olduqdan sonra Caligula dostu Agrippanı zindandan azad etməyə əmr etdi və qandallandığı zəncirləri tərəzidə çəkdirməyi əmr etdi. Bundan sonra Caligula Agrippaya hansı hədiyyəni etdi? Vaxt. İşıq yaşılmasa da yandı, buyurun. Bu suala Vüsal Qaflanov cavab verəcək. Eşidirəm. Deməli, o qandalları çəkdi və həmin çəkidə ona qızıl hədiyyə elədi. 1-1. Tam doğru cavab. Bakı Dövlət Universiteti komandası hesabı bərabərləşdirə bilir. Növbəti sual. Mireydər, sizin avtomobiliniz var. Bəli. Neçə pultu var? 2 ədəd. Müasir avtomobil istehsalçıları adətən alıcısına 2 açar təqdim edir. Düz buyurursunuz. Bu 2 pult ya eyni rəngdə, ya da 2 fərqli rəngdə olur. Ailə üzvləri öz sazlamalarını itirməsinlər deyə müvafiq açarla maşını işə salırlar. Bəs markalardan biri öz istifadəçiləri üçün niyə qırmızı açar istehsal edir? O açarlar necə istifadə olunur? Ümumi maşın alınanda 2 açar verilir, üstündə də bir qırmızı açar da ala bilərsən. Hansı hallar üçündür? Vaxt. O anda maşının içində qalanda. Yox, nə qırmızı, nə həkim icazə olmalıdır. Polis çağırmalıdır. Buyurun.
Biz düşünürük ki, bu ona görə edilir ki, əgər boşanma halı baş verərsə, maşın tərəflərdən birində qalır və o üçüncü açar digər iki açar bunu aça bilmir. Yəni yalnız bir nəfərdə olur ona görə. Oo, nə maraqlı versiyadır. Amma heyf ki yanlışdır. Halbuki bu yaxşı bir startup ola bilər. Norm Sement düşünür. Yatasın maşının günə qalmasın. Üçüncü kim bir əldə Ötəndə tapılsın rahat. Bəlkə servis də olur, gedirsən oradan alırsan. Bəlkə yox, bəlkə açar itəndə düyməsini bassa açırdan səs zad gəlir. Bəlkə elə bir şeydir bu. Buyurun. Zəhmət olmasa Şahmurad üçün təkrar edə bilərsiniz sual. Şahmurad, müasir avtomobil istehsalçıları adətən alıcıya 2 pult verir və adətən də onlar eyni rəngdə olur. Görmüsünüz yəqin ki, ya da 2 fərqli rəngdə olsa belə, hər halda hər bir açar müvafiq sazlamalarla avtomobili işə salmağa imkan verir. Markalardan biri isə öz istifadəçilərinə qırmızı açar da təklif edir. O açarlar necə istifadə olunur? Bəlkə düşünək ki, açarlar itibsə və açarların yerini müəyyənləşdirmək üçün bu qırmızı açarın düyməsini basanda açarlardan səs gəlir və ya nəsə. Həmin qırmızı açar da eynən 2 qara açar kimi açarlardır və onun da öz sazlamaları ola bilər. Adətən sürücülər qırmızı açarı avtomobili tanımadığı adama parklanmaq üçün verəndə və yaxud da avtomobilini yumaq üçün gətirəndə oradakı əməkdaşa verirlər. Həmin açarın sazlamalarında sürət limiti müəyyən etmək, siqnal verməmək üçün qadağa qoymaq və hətta başqa limitlər də qoymaq olur ki, sizin avtomobil ən təhlükəsiz şəraitdə başqası tərəfindən istismar olunsun. Növbəti sual 2 xal dəyərində. Amerika Birləşmiş Ştatları prezidenti Woodrow Wilson bir idman növünün həvəskarı idi və bu səbəbdən də qışda oynaya bilsin deyə Wilson hətta qara rəngli nələri hazırlatmışdı. Vaxt. Norm Sement buyurun. Golf topları. Golf topları doğru cavabdır. 3-1 və Norm Sement komandasının hesabda üstünlüyü. Bu fürsəti əldən vermək olmazdı, amma Bakı Dövlət Universiteti rəqibi azca qabağa buraxdı. Daha bir sual. Ucilərin gəlin gətirməsi zamanı maraqlı bir adət icra olunur. Qız evində ən hündür ağacın başına alma keçirilir və daha sonra oğlan evinin gənc qonaqları silahla almanı nişan alıb atırlar. Qalibə hədiyyə verilir. Sizcə, keçən əsrin 50-ci illərində Uci toyunda qonaq olmuş hansı xalq şairimiz belə bir yarışın qalibi olmuşdu? Vaxt. İşıq yaşıl masada yandı, buyurun. Bu suala Vüsal Qaflanov cavab verəcək. Bəlkə Səməd Vurğun. Eynən o! 3-2! Ovçu kimi də şöhrət qazanmış şair almanı birinci dəfədən nişan ala bilmişdi. 3-2! Bakı Dövlət Universiteti hesab arasında fərqi azaltdı. Bəs Səməd Vurğun iştirak etdiyi ilk Uci toyunu kimin toyuna bənzətmişdi? Vaxt. İşıq qırmızı masada yandı. Buyurun, kim cavab verir Mireylər? Nəriman Əliyev desin. Buyursun. Olsun ki, elə öz toyuna. Xeyr. Nəriman masadan qalxmalı olur. Bakı Dövlət Universiteti düşünür. O toyun məşhur deyil. Yox, Azərbaycanlı olmalı. Azərbaycanlı Məşhur ovçu. Ovçu ilə bağlı. Yəni udilərlə bağlı. Şimal xalqı. O xalqın. Dədə Qorqudda. Şimal rəngli. Qəbələdədirlər. Bu dəqiqə Qəbələdədirlər. Bəlkə Deyəsən yaxşı versiya yoxdur Səməd, yox? Mən üçün zəhmət olmaz təkrarlayın. Səməd Vurğunun iştirak etdiyi, bayaq təsvir etdiyim o ömründəki gördüyü ilk Uci toyunu kimin toyuna bənzətmişdi? Düşünürük ki, bu Dədə Qorqudda ki, Beyrəyin toyuna, məsələn. 3-3! Bəli, Bamsı Beyrəyin toyuna. Səməd, bu gün neyinirsiniz? Möhtəşəmsiz. Növbəti sual, yenə bir xal. 1952-ci ildə böyük London smogu zamanı dumanın qatılığı nəinki nəqliyyat vasitələrinə, həmçinin insanlara da çətinlik yaradırdı. Bəs getdikləri yolu və ətraf faktorları yaxşı xatırlayan kimlər hamıya köməkliyini əsirgəmirdilər? Vaxt. Bakı Dövlət Universiteti. Vüsal Qaflanov. Bəlkə poçtalyonlar. Yanılırsınız.
Norm Sement düşünür. Mənə. Bu adamlar bəlkə gözdən əlillər. Atlar. Gözdən əlillər. Kimlər? Okey, onda Kevin. Taksi sürücüləri. Okey, ya bu adam görməklə imtahan verirlər də. Problem yaşanır. Kimin avtobus şoförü Kevin? Onlar imtahan verirlər ki, bütün küçələri əzbər bilməlidirlər. Avtobusla erişir tema. Avtobus eyni marşrutla gedir, o küçələrdən. Norm Sement. Elnur Qasımzadə öz versiyasını desin. Biz bilirik ki, London taksi sürücüləri, kebmenlər bütün küçələri əzbər bilməlidirlər, yəni onun üçün imtahan falan verirlər. Ola bilsin ki, taksi sürücüləri. Yox. Zaten zülmətdə yaşamağa adət etdiklərindən qatı dumanda hərəkət etməkdə çətinlik çəkməyən görmə əngəllilər bu məsələdə onlara kömək olurdu. Mən düz başa düşürəmsə Norm Sement komandasında bu versiya var idi deyəsən. Heyf seçilmədi. Yaxşı, bəs kim Norm Sementə azarkeşlik edir? Bakı Dövlət Universitetinin qələbəsini kim istəyir? Yaxşı, yaxşı. Növbəti sual yeri gəlmişən hər iki komandaya qələbə vəd edir. Motosikl qəzasından sonra Ərəbistanlı Lawrence-ı müalicə edən həkim Hugh Cairns Britaniyada hansı qanunun qəbul edilməsinə təsir etmişdi? Vaxt. Norm Sement. Elnur Qasımzadə. Buyursun. Alkoqola qarşı, yəni quru qanun. Yox. Spirtli içkilərin istifadəsinə qarşı. Heyf ki, elə deyil. Elnur masadan qalxmalı olur. Bakı Dövlət Universiteti düşünür. Sığorta ola bilər. O vaxt var idi məncə. Qanun deyir. Qanun hansısa motosiklet qəzasına bağlı. Nəysə olub dayağı sınıb, nə olub, nə bilim. Nə ola bilər orada? Arabistan Lawrence qəza eləyib, adam qəza eləyib, motosiklet qəzasına düşüb. Yəqin ki, ölüb və s. nəsə olur. Səməd, eşidirəm sizi. Zəhmət mənim üçün sual təkrarlayın. Motosikl qəzasından sonra Ərəbistanlı Lawrence-ı müalicə edən həkim Hugh Cairns Britaniyada hansı qanunun qəbul edilməsinə təsir etmişdi? Düşünürük ki, həyat sığortası. Motosiklet sürəndə dəbilqə taxmaq məcburiyyəti bu hadisədən sonra qəbul olundu. Heyf ki, bu versiyada Bakı Dövlət Universitetinin massasında var idi, amma seçilmədi. Hansı şəhərin adına ilk dəfə Yuli Sezarın qeydlərində Genava adlı Kelt yaşayış məntəqəsi kimi rast gəlinir? Vaxt. Qırmızı masada fast start. Qalan vaxt Bakı Dövlət Universiteti. Cenova dedi də. Cenevra zad ola bilər. O da ola bilər. Cenova. Kimi yazlar? İtaliyada da, İtaliyada Genoa. Sezar'sa hə, Genoa. Soda İtaliyada. Oy, bu cür fürsət və siz onu indi əldən də verə bilərsiniz. Və siz indi diskvalifikasiya yaşaya da bilərsiniz. Amma mən ümid edirəm ki, doğru cavabı sizdən eşidəcəyik. Düşünürük ki, Genoa. Genoa şəhəridir və yanılırsınız. Hər iki komanda diskvalifikasiya olunur. Ağla sığmaz. Dekabrın finalında gördüyünüz kimi Sumqayıt komandasının başqa rəqibi olacaq. Hamı, o cümlədən bu iki komandada şans oyununa yenidən dəvət alır. Doğru cavab isə Cenevra idi. Genoa yox, Cenevra idi. Çox heyif, amma alınmadı. Hər halda necə olur olsun, gəlin görək bu şans oyunundan qalib kim çıxacaq. Masalar arxasında öz yerlərinizi tutun və bərqərar olun və biz başlayaq. Maraqlıdır ki, qırmızı masa arxasında toplaşanlar Heydərin biraz əvvəlki zərbəsindən çat vermiş bu masanın özdə. Bu mövsümdə ikinci dəfədir belə hal yaşanır. Buna baxmayaraq yenə də öz yerlərində qalırlar və ən çox da oyuncu bu masadakı düymə sıxana inanır. Okey, davam edək. O zaman yenə sizə Qarabağda yerləşən əlamətdar yerlər haqqında sual verəcəyim. Siz isə onun harada yerləşdiyini 3 variantdan biri arasından seçməli olacaqsınız. Birinci variant belədir. Ərgünəş dağı, Xocavənd, Laçın, yoxsa Kəlbəcərdir? Vaxt. Mireydər ikinci dəfə fay start edir və rəqiblərə fürsət verir. Mireydər, uzağa gedməyin. Bu suala Nihat Hacızadə cavab verəcək. Özüm orada olmuşam, bu Xocavənd rayonunda. Doğrudur, doğrudur. Qırmızı masa 2 yerə bölünür. Toğrul, mən düz başa düşürəm ki, siz indi Fəridə sataşırdınız.
çox yaxın dostumdur və düymə sıxmağı da mənə Fəridə öyrədib. Ona təşəkkürümü bildirirəm və həqiqətən də biraz Fəridə elə bir kompliment şey elədim də. Fərid, oxşar. Bir də heç kimə düymə sıxmağı öyrətin. Bax, axırı belə olur, gördünüz? Gövhər Ağa məscidləri, Laçın, Şuşa, yoxsa Qubadlı? Vaxt. İşıq yaşılmasa da sıxıldı. Şəki komandası Qoşqar Qafarov Şuşa. Şuşa doğru cavabdır. 4 nəfər qırmızı masanı geri göndərirlər. Növbəti sual. Qaragöl Dövlət Qoruğu. Zəngilan, Laçın, yoxsa Ağdam? Vaxt. İşıq yaşılmasa da Şəki komandası Qoşqar Qafarov Laçın. Laçın doğru cavabdır. Masanız yenə 2 yerə bölünür. Oy oy oy, Mingəçevir komandasının oyuncusu hesab edir ki, onlar ayrı masa arxasında oynaya bilərlər. Xudavəng Manastırı. Ağdam, Kəlbəcər, yoxsa Laçındır? Vaxt. İşıq qırmızı masada yandı, buyurun. Mingəçevir komandası Murad, Ağdam. Yanılırsınız, yanılırsınız. Şəki komandası Qoşqar Qafarov Kəlbəcər. Kəlbəcər doğru cavabdır. Başa düşdüyünüz kimi bizə 2 komanda lazım idi və bir tərəfdə Şəki komandası, bir tərəfdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti oynayacaq. Qarşılayın. Fərid Azakov, Ayxan Muxtar, Uluxan Uluxanlı, Cavid Musayev, Tahir Quliyev və Qoşqar Qafarov öz yerlərini qırmızı masa arxasında alırlar. Yaşıl masa arxasında isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası Nicat Əzimzadə, Kərim Kərimli, Rəşad Şahveranov, Eldar Əsənli, Cavadxan Məmmədli və komandanın kapitanı Mail Babaşov dekabrın finalında döyüşə gəlirlər. 5 xala qədər bu döyüş görəsən necə bitəcək? Beləliklə 5 xala qədər döyüşümüzdə ilk sual və 1 xal qazandırır. Qədim Yunanistandakı qrammatika məktəblərində oxuma, yazma və riyaziyyat kimi əsas fənlər tədris olunurdu. Bəs qədim Romadakı qrammatika məktəblərində bu 3 fəndən başqa hansı fən tədris olunurdu? Vaxt. Kərim çalışacaq cavab versin. Buyursun. Belə bir versiya var ki, fəlsəfə. Yox, yanılırsınız, masadan qalxmalı olursunuz. Şəkil düşünün. Riyaziyyat, qrammatika, oxuma. Yunan məktəbi deyil. Yox, Romada bilinir. Romada bilinir. Yunan məktəblərindədir. Yunan məktəblərində. Yunanda uç olurdu, Romada nə olurdu? Yunan dili. Yox, Romada dili. Yunan dili olur. Onların əsərlərini öyrənirlər də, onlardan öyrənirlər. Eşidirəm sizi, Qoşqar. Ayxan Muxtar üçün təkrar yardı zəhmət olmasın. Deməli, qədim Yunanistandakı qrammatika məktəblərində oxuma, yazma, riyaziyyat bir də hansı fən öyrədilirdi? Bəlkə elə Yunan dili. Bəli, Roma təhsil sistemi Yunan nümunəsinə əsaslanırdı və Yunan dili savadlı təbəqə üçün zəruri sayılırdı. Növbəti sual Şəkiyə xal qazandırdı. Daha bir sual. 20-ci əsrin birinci yarısında Cəmil Cahid Paşa Mirzə Cəlilin qonağı olur və onun yoldaşı və qızlarını gördükdən sonra təəccüblənərək onların gələcəyinin parlaq olacağını söyləmişdi. Bunun əsas səbəbi nə idi? Vaxt. Dövlət Neft və Sənaye Universiteti, buyurun. Eldar çalışacaq cavab versin. Onun bütün qızları yazıb oxuya bilirdilər. Yox, masadan qalxmalı olursunuz. Şəkil düşünür. Bəlkə adları işıq idi, parlaq idi, onlarla gəlib sarışın idilər, ola bilər. Asıq idi, olmaz da. Məktəbə gedirdilər. Mirzə Paşa bu nə qaran adamdır? Türk idi. Mirzə Cəlillə qonaq. Qonaq gəlmişdi. Gələcəyin parlağı. Türk dili bilirdi bəlkə. Türk dili bilirdi, yox, danışa bilirdi, gələcəyin parlağı. Necə? Qoşqar, sizdə kim cavab verəcək? Özüm çalışacağım cavab verim. Bax, sizcə Cəmil Cahid Paşanın Mirzə Cəlilin evində onun yoldaşı və qızlarını gördükdən sonra nə təəccübləndirə bilərdi? O dövrdə qadınlar örtülü olurdular. Bəlkə onlar çarşaf taxmırdılar deyə demişdi ki, yəni bunlar daha progressiv insanlardır, qadınları yəni. Sovetin modernləşmək təsirinə görə Azərbaycan Türkiyəyə nisbətən çadranı daha erkən açmışdı. 2-0. 2-0 Şəkinin ciddi üstünlüyü deyəsən final döyüşlərinə Sumqayıtlı onlar qalacaq. Əgər əlbəttə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti vəziyyəti öz xeyrinə dəyişməsə. Halbuki bu çətin olacaq. Bu 2 sualda onlar həm də 2 oyunçu itirmiş oldular. Mail, eramızdan əvvəl 2-ci minilliyə aid Babildə tapılmış kiçik daş parçasının üzərində sifariş edilmiş misin keyfiyyətinin pis olduğunun yazıldığı oxunulub.
Siz bu daş parçasının böyük ehtimalla ilk nələrdən biri hesab olunduğunu deyin. Vaxt. Dövlət Neft və Sənaye Universiteti. Nicat çalışacaq cavab versin. Antireklama. Yox. Komanda 3-cü oyunçunu itirir. Şəki düşünür. Feedback satılır. Refund. Geri ödəniş. Şikayət edir, feedback edir. Deyir ki, sən smisin pis feedback verir. Geri dönüşdə geri dönüş fikir. Hədiyyə şəkildə bildirir ki, pis ilimamız feedback verir. Ayxan Muxtar üçün təkrarlaya bilərsiniz bizə? Eramızdan əvvəl 2-ci minilliyə aid Babildə tapılmış kiçik daş parçasının üzərində sifariş edilmiş misin keyfiyyətinin pis olduğu yazılıb. Siz bu daş parçasının böyük ehtimalla nələrdən biri hesab olunduğu, yəni ilk nələrdən biri hesab olunduğunu deməlisiniz. Ola bilsin, həmin mis haqqında fikir vermişdilər bunlar. İlk feedbacklərdən hesab olunurdu, geri dönüşlərdən. Yox, bu ilk müştəri şikayəti hesab olunur. Növbəti sualın dəyəri qalxır, 2 xal oynanılır və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üçün hesabı bərabərləşdirmək fürsəti. Kalsium duzları olmayan suyu toplamağın ən sadə yolu nədir? Vaxt. Yanlış şey ola bilər. Başqa nə ola bilər? Kalsium duzu nə olar? Ağlamaq. Bu. Dövlət Neft və Sənaye Universiteti, buyurun. Gəlin fərz eləyək ki, bu ağlamaqdır. Yox, o deyil. Şəki düşünür. Ağ rəng verir, elə əhəng kimi. Kalsium əhəngdir. Kalsium suyu toplamaq. Distillər və s. Toplamaq suyu nə? Toplamaq. Suyu toplamaq. Şəki komandası. Fərid Azakov çalışacaq cavab versin. Fərid, gözəl fürsət var ki, komandanız rəqibə aman verməsin və bu 2 xalı da götürsün. Cavabınız nədir? Ola bilsin ki, bəlkə buxarlaşdırma üsulu ilə bunu eləmək mümkündür. Kalsium duzları misal üçün yağış suyunda olmur. Torpaqda və ya yeraltı sularda isə bu duzlar mütləq şəkildə olur. Göz yaşlarını isə toplamaq, əlbəttə yağışı toplamaqdan daha çətindir. Teatra ilk dəfə gələn bir əsərin qəhrəmanı gördüklərindən narazı qalır. Geyimlər göstərilən dövrə uyğun deyil. Öldü deyilən qəhrəman nəfəs alır. Ən təəccüblüsü isə kimsə dayanmadan səhnədəkilərə nəsə pıçıldayır. Bu pıçıltı kimə aid idi? Vaxt. Qırmızı masada işıq yanıb Şəki. Suflyor. Doğru cavab və siz masa arxasında qala bilirsiniz. Şəki komandası dekabrın finalında, dekabr ayının çempionatı uğrunda mübarizəni davam etdirəcək. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu şans oyunundan yararlana bilmir. Şəki komandası masa arxasında qalır. Və onların rəqibi Sumqayıtdır. Yaşıl masaya gəlir. Beyrək Rəhimov, Emil Yusublu, Ceyhun Abdullayev, Emin Əmirov, Muxtar Səfərov və Əşqər Paşabəyli yerlərini yaşıl masa arxasında alırlar. Bu gərgin 2 final döyüşünə biz musiqili time-outdan sonra qayıdacaq və bugün qonağımız Nurandır. Yarandık biz bir gündə, görüşdük biz bir gündə, ayrıldıq biz bir gündə. Yarandık biz bir gündə, görüşdük biz bir gündə, ayrıldıq biz bir gündə. Sevmişəm, qəlbimdə gizlətmişəm, ürəyimi vermişəm. Səni mən çox sevmişəm, qəlbimdə gizlətmişəm, ürəyimi vermişəm.
əhd etdim. Neynim, yarım neynim, gülüm neynim, mən 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 neynim. Branding'e baxırsınız ictimai televiziyada və bizdə bugün çox gərgin, çox həyəcanlı bir oyundur. İş ondadır ki, dekabrın finalı sürprizlərlə doludur. Verilişimizin baş sponsoru isə NAR'dır. Dostlar, artıq çox danışmaq, çox yazışmaq, paylaşmaq üçün çox ödəməyə ehtiyac yoxdur. NAR'ın yeni sərfəli tariflərində SMS-lər, dəqiqələr, gigabaytlar, pulsuz WhatsApp, Facebook, Instagram, TikTok, roaming bonusları aşıb daşır. Qoşulmaq üçün sərfəli yazıb 777-yə göndərmək bəs edir. Brandingin maliyyə tərəfdaşı isə Azərbaycanın ilk rəqəmsal bankı Bir Bankdır. Bir Bank kartları bu həm debit, həm də taksit kartlarıdır. Bir Bank debit kartları sahibinə banka məxsus bankomatlarda ay ərzində 10.000 manata komissiyasız nağdlaşdırma, yerli kartlara pulsuz köçürmələr və partnyorlardan limitsiz bonuslar qazandırır. Bir Bank debit kartlarını bir sıra supermarketlərdə, mollarda Bir Bank tətbiqində aktivləşdirmək olur. Ətraflı məlumat üçün birbank.az saytı. Bugün müstəqil hakimlərimiz, baş sponsorumuz olanların İctimaiyyətlə Əlaqələr üzrə meneceri Anar Məsimov və Kapital Bankın İctimaiyyətlə Əlaqələr üzrə proses sahibi Arzu xanım Əliyevadır. Dostlar, bu məqamda mən xatırlatmaq istəyirəm ki, hər zaman olduğu kimi baş sponsorumuz NAR ayın çempionlarına xüsusi hədiyyələr təqdim edəcək. Bu gün qalib gələcək komanda dekabrın çempionu qismində NAR'dan hədiyyə qazanacaq. NAR sənə ən yaxın. Amma bu iki final döyüşü baş tutmamışdan öncə həm də 4G nişanı hədiyyədir. O düymə sıxana ki, o mən vaxt deyəndə düyməni birinci sıxsın. Diqqət, vaxt. Muxtar Səfərov ikinci belə nişanı sinəsinə, üçüncü belə nişanı sinəsinə taxmaqla yenə də NAR-ın 4G xidməti qədər sürətli oldu. Ona görə də indi o gözəl bir fürsət əldə edir. 3 dəfə pay start edib masa arxasında qala bilər. Beləliklə, Şəki Sumqayıta qarşı Qoşqar, gözləyirdiniz ki, dekabrın finalında oynayarsınız. Açığı sürpriz oldu bizim üçün. Çünki artıq bütün şanslarımızın tükəndiyini zənn eləyirdik. Bu sürpriz oldu. Həqiqətən şans oyunu. Siz görürsünüz, Sumqayıt komandası da sona qədər ümidini itirmədi və indi onlar da masa arxasındadılar. Əşrəf, bəs sizin üçün nə dərəcədə sürpriz oldu? Axı biz bu gün başqa komandaların oynayacağını təxmin etmişdik. Bizim üçün də bəli, sürpriz oldu, xoş sürpriz oldu. Emirə bir daha təşəkkür edirik. Hər iki komanda şans oyunundan finala çıxdılar və finalda bugün ayın çempionatı uğrunda yarışırlar. İlk final döyüşü bir xallıq sualla başlayır. İkinci Dünya Müharibəsi zamanı şəkər ön cəbhə üçün lazım olduğuna görə Amerika Birləşmiş Ştatlarında çox bahalaşmışdı. Bu zaman Amerika Birləşmiş Ştatlarında kinoteatrlarda nə məşhurlaşdı? Vaxt. Sumqayıt komandası buyurun. Ceyhun cavab verəcək. Duzlu popkorn. Doğrudur. Əgər şirin olmursa, heç olmasa duzlu olsun. Oyunçularımız da maşallah bu günləri elə oynayırlar ki, popcorn götür bax. Növbəti sual. Özbək dilinin incəliklərini öyrədən bir video çarxda parazit ifadələrdən danışılır. Məsələn, şaşlıq-maşlıq, kabab və yanındakı məzələrdir. Bazara pomidor almağa getmək, yəni pomidor və onun bərabərində digər ərzaqların alınmasını nəzərdə tutur. Bəs aparıcı bu qaydanı niyə bazar sözünə aid etmir? Vaxt. Şəki komandası hesabı bərabərləşdirə bilər. Fərid Azakov çalışacaq cavab versin. Ola bilsin bazar, məzar ifadəsi işlənir. Bu zaman məzar deyəndə pis söz başa düşülür. Ona görə istəmirlər bunun istifadəsini. Eynən elə. 1-1. 1-1. Məzar sözün
digər mənasını istifadə etməsinlər deyə, əsas mənasını istifadə etməsinlər deyə bu kəlməni işlətmir. Növbəti sual. 1862-ci il tarixli satirik Punch jurnalında Kamin 3-ün moda bölməsində dövrün geyimləri ilə bağlı təhlükələrdən bəhs edilirdi. Hansı qadın geyimi bu təhlükələrlə əlaqəli idi? Vaxt. Sumqayıt komandası. Beyrək cavab verəcək. Bu krealin. Yox. Şəki düşünür. Krinalin dedi. Krinalin bəlkə krialin dedi. Qadınların korsetli paltarı var ya, yuqqalı belə yekən. Nəyə görə Bəlkə korsetin özü sıxır deyə korset. Nəfəs almaq olmur deyə korsetlə. Korsetinlə nəfəs almaq olmur deyə bəlkə korset elədi. Buyurun. Ayxan Muxtar çalışacaq cavab versin. Bir dənə təkrarlayarsınız, zəhmət olmasın. 1862-ci il tarixli satirik Punch jurnalında Kamin 3-ün moda bölməsində dövrün geyimləri ilə bağlı təhlükələrdən bəhs edilir. Hansı qadın geyimi bu təhlükələrlə əlaqəli idi? Bəlkə nəfəs almağı və s. iç orqanları sıxır deyə korsetdən danışılırdı burada. Yox. Bu krinolin deyilən şeydir. Krealin başqa şeydir. Biraz daha dəqiq olmaq lazım idi. Krealin emulsiyadır. Növbəti sual 2 xal dəyərində. Özdə dəqiq cavab Emildə var idi. Qışqırırdı ki, mən onu oxumuşdum. O cavab verə bilərdi, amma Beyrək heyf ki, onun versiyasında bir hərf yedi. Meksikada aşağı rütbəli adamın böyüklük iddiasına düşdüyünü, ətrafdakılara amansız münasibət bəslədiyini bildirmək üçün bir ifadə işlənir və o işlədilən ifadədə əqrəbin adı çəkilir. Bəs xoşbəxtlikdən əqrəbin nəyi yoxdur? Vaxt. Sumqayıt komandası. Zəhəri. Kim cavab verir? Ceyhun cavab verəcək. Ceyhun, ilk saniyədə səhv etməyin. 2 xal qazandıra bilərsiniz. Həmin əqrəbin zəhəri yox idi. Yanılırsınız. Şəki düşünür. Sancmaq üçün. Amma sancır da, onlara pis davranır. Yox, sancmağı çalışır, sancamır da, zəifdir bunlardan, aşağıdır bu. Bəlkə ayaqlar necə kəlmir də. Aşağıdır da bu onlardan, sancmağı çalışır, amma sancamır, iynəsi yoxdur. Quyruğu yoxdur bəlkə, quyruğu yaxşıdır. Ayaqlar tərpənmir bəlkə. Quyruğu olar ya, iynəsi sancmaq üçün iynəsi olmaz imənin. Buyurun Qoşqa. Cavid Musayev çalışacaq cavab versin. Təkrarlayarsınız, zəhmət olmasın. Meksikada aşağı rütbəli adamın böyüklük iddiasına düşüb, ətrafdakılara amansız münasibət bəslədiyini bildirmək üçün işlədilən ifadədə əqrəbin nəyi yoxdur xoşbəxtlikdən? Bəlkə qanadları yoxdur. O bizim məsələdədir ki, deyir, nə yaxşı Allah dəvəyə qanad verməyib. Onların məsələsində isə deyirlər ki, nə yaxşı ki, əqrəbin qanadı yoxdur. 3-1. Şəki komandasının hesabda üstünlüyü. Doğrudan hələ bir uçsaydı da laf dəhşət olardı. Daha bir sual. Boston Bruins hokkey komandasının məşqçisi Art Ross deyirdi, əgər biz qalib gəlməmişiksə, hansı hesabla uduzmağımızın nə fərqi var? Bəs o hansı taktiki gedişi düşünmüşdü? Vaxt. Şəki komandası buyurun. Yenə Cavid Musayev çalışacaq, bu dəfə də bizə bir xal gətirsin. İlk saniyədə səhv etməsin. Onlar bəlkə qapıçısız oynayır ki, yəni neçə qol yeməyimizin bir mənası yoxdur. Yəni neçə xal, rəqibin bizə neçə xal vurmanın bir mənası yoxdur. Yox. Səhv cavabdır. Sumqayıt düşünür. Ən yaxşı müdafiə hücumda söhbətidir. Hansı taktika ilə oynayır? Hansı taktika ilə? Ancaq hücumçular da müdafiəçisiz oynayır. Qapıçısız yox, qapıçını qabağa aparan. Hə, qapıçı var idi. Qapıçı var idi, amma qapıçı hücumda oynayırdı. Hə, başa düşmədin. Qapıçı da öz mövqeyini tərk edib qabağa. Əşrəf, eşidirəm sizi. Zəhmət olmasa sualı mənim üçün təkrar eləyərdiniz. Boston Bruins hokkey komandasının məşqçisi Art Ross deyirdi, əgər biz qalib gəlməmişiksə, hansı hesabla uduzmağımızın nə fərqi var? O, həm də hansı taktiki gedişi düşünmüş sayılır? Qapıçını meydan oyuncusu ilə əvəz etmək taktikası. Bu isə doğru cavabdır. 3-2. Növbəti sual. Yenə bir xal. Hesab arasında fərq azaldı, amma hələ bərabər deyil. Dostlar, 30 il əvvəl Vilnius şəhərinin polisi bir ərzaq mağazasında çəkisi düz 700 qram olan bir əşyanı müsadirə etmişdi. Bu nə əşya idi? Vaxt. Nə mağazası istədi? Sumqayıt komandası buyurun.
Emilin versiyası var. Bəlkə 1 kiloluq çəki daşı 700 qram gəlmişdi deyə o müsadirə olunmuşdu. Tam doğru cevap. Ağla sığmaz. 3-3. Daha bir sual, yine bir xal. Əsl finala uyğun gərginliyi hiss edirəm. Yapon teatrında hansı bir-birinə əks iki emosiya, gözləri qıymaq və ya bərəltmək vasitəsilə ifadə edilir? Vaxt. Bu dəfə şəki birincidir, buyurun. Fərid Azakov. Gözəl. Teatr Ola haqqında bilsin ki, suallar bu yenə şəkil ağlamaq etapı. və gülmək ifadələridir. Həmişəki kimi Rövşən Mərənski məndən biraz çox bilir. Ona görə oradan tribunadan yox falan deyir. Görürsünüz bu. Amma bilmir. Çünki siz düz cavab verirsiniz. 4-3. Növbəti sual. Yenə bir xal. Bax, bircə suala cavab verin və döyüşün qalibisiz. Bir dəqiqə. Belə şey hər gün olmur. Siz tarixə, brandingdə xəsarət alan ilk Meydana qan düşdü. Vallahi elə oldu. Daha bir şey ki, baxın bu dekorasiyanda tamaşaçılarımız bəlkə indi kimsə qoşulub bilmir. Bu dekorasiyanın qırılmağı da biraz əvvəl oyun əsnasında oldu. İndi qan da düşdü. Görün verilişin sonuna nə olur. Narahat olma. Qapının otayında təcili tibbi yardım maşını var. Biz isə davam edirik və əlbəttə sizə kömək üçün indi mən salfet kağızı ötürəcəyəm. Amma ondan öncə... Wow, Bridge komandası. Sağ olsun. Şirvan komandası yerində və vaxtında tərpəndi. Dostlar, sual belədir. Bir şirkətin reklam təqdimatında əməkdaş öz rəhbərinin bədəninə müxtəlif iti əşyalar və beyzbol dəyənəyi ilə zərbələr endirirdi. Şirkət bununla nəyi reklam edirdi? Vaxt. Sumqayıt komandası hesabı bərabərləşdirməyə çalışır. Buyurun. Emin cavab verəcək. Təhlükəsizlik jileti gödəkçəsi. Doğrudur. 4-4. Hesab bərabərləşdi. Və indi daha bir sual, yenə bir xal dəyərində. Rejissor Məraim Fərzəlibəyov bir müsahibəsində həyatının müxtəlif dövrlərini xatırlayır və bildirir ki, imkanı olsaydı yaşadığı illəri geriyə qaytarar və uşaqlıq dövrünə qaytardı. Bəs o bu zaman həyatı nə ilə müqayisə edir? Vaxt. Sumqayıt komandası döyüşün qalibi ola bilər. Birinci döyüş. Kim cavab verir? Emin cavab verəcək. Emin, super fürsət var. Kasetlə. Yox. Masadan qalxırsınız, şəkil düşünür. Fırladırsan əvvəl şəkilləri görürsən belə. Həyatın film lenti kimi gözümün qabağından keçdi deyir. Həyatı film lentinə kimi. Amma qayıtmaq istəyir axı əvvələ. Qayıtmaq istəsə nə deyərəm? Film lentini arxaya çevirə bilərsən bəlkə. Çevirə bilərsən. Belə gözlə tutub fırladıb baxırsan. Yox, o bəzəkli şeylər. Özün cavab ver. Başqa bir yerə qayıtmaq. Şəkilin cavabı nə olacaq? Mənim üçün Fatih zəhmət olmasa təkrar edə bilərsinizmi? Rejissor Məraim Fərzəlibəyov bir müsahibəsində həyatının müxtəlif dövrlərini xatırlayır və bildirir ki, imkanı olsaydı yaşadığı illəri geriyə qaytarar və uşaqlıq dövrünə qaytardı. O bu zaman həyatı nə ilə müqayisə edir? Kino ilə. Yox, kino lentlə müqayisə edir. Növbəti sualı iki xal qazandırır. Bir məsələ ilə bağlı. Bəli. Yəni biz kriolin, krinolin məsələsində mübahisə eləmədik, amma bu dəfə bizim verdiyimiz kaset cavabı, yəni kaset lenti mənasına nəzərdə tutulub. Yəni burada təbii ki, söhbətin kinodan getdi. Nə nəzərdə tutduğunuz yox, nə cavab verdiyiniz daha önəmlidir deyə. Mənə elə gəlir ki, siz də razılaşarsınız ki, Məraim bəylə biz yəqin mübahisə etməyəcəkdik. Axı o kasetlə müqayisə eləməyib. Yəni kişi baxır indi deyəcək ki, mən orada başqa cür demişdim. Növbəti sual. İnformasiya texnologiyaları sayəsində ən nüfuzlu mükafat Alan Turing'in adını daşıyır. 2006-cı ildə bu mükafata Francis Allen layiq görülmüşdü. Bu hadisənin özəlliyi nədə idi? Vaxt. Fərid Azakov çalışacaq, cavab versin. Şəki komandası döyüşün qalibi ola Ola bilər. bilsin, həmən Francis Allen səhv eləmirəmsə, onun nəvəsi idi, qohumu idi. Xeyr, elə deyil. Sumqayıt düşünsün. Gəl fikirləşək də. Bax, Alan Turing tapıb. Qalib isə Francis Allen olub. Düzdür? Bəlkə bu ilk insan olmayan adam idi, kompüter idi bəlkə bunun adı. Elə deyirsən. Oynanmır. Bəlkə şeydi, onun ölümündən sonra doğulan ilk adam kimidir, ya nəsə? Yox. 2000, elə deyirsən ki, onu alan Turingin dövründə
Əşrəf, kim cavab verir? Zəhmət olmaz sualı mənim üçün təkrar eləyərdiniz. İnformasiya texnologiyaları sahəsində ən nüfuzlu mükafat Alan Turing'in adını daşıyır. 2006-cı ildə bu mükafata Francis Allen layiq görülmüşdü və bu hadisənin özəlliyini nədə görürsünüz? Bu ola bilsin ki, Francis Allen faktiki olaraq real şəxs deyil. Real şəxs olmayaraq mükafatı qazanan. Süni intellekti nədirsə belə bir şey. Məsələn, bəli. Yox, daha maraqlı cavabı var. Ona görə biz bu sualı bir də müzakirə edəcəyik. Amma növbəti döyüşdə. Hələlik isə başqa bir sual. 1938-39-cu il teatr mövsümündə Şəmsi Bədəlbəyli bir əsərimizi yeni quruluşda tamaşaya hazırlayır və bu barədə danışılan bir məqalənin adında dirilir sözünü oxumaq olar. Bəs sözü gedən əsərin müəllifi hansı ədibimizdir? Vaxt. Şəki, eşidirəm. Cəlil Məmmədquluzadə. Eynən o! 7-4 və Şəki komandasının ilk final döyüşündə qələbəsi. Yenidən komandalar tam tərkibdə masa arxasında toplanırlar. Xatırladıram ki, 2 final döyüşündə qalib gələrsə Şəki dekabrın çempionu adını qazanacaq. Görəsən bu Şəki komandasında alınacaqmı? Hər halda səbirlə o anı gözləyirik. İkinci final döyüşünü ötən döyüşdən qalan sualla başlayıram. Yenə soruşmaq istəyirəm. İndi tam tərkibdəsiz, bəlkə tapmaq daha asan olar. İnformasiya texnologiyaları sayəsində ən nüfuzlu mükafat Alan Turing'in adını daşıyır. 2006-cı ildə bu mükafata Francis Allen layiq görülmüşdü və bu hadisənin özəlliyi sizcə nədə idi? Vaxt. Eminin versiyası var. Buyursun. Fatih, bəlkə onun tam adı Francis Allen Turing'dir. Elə deyil. Qalan vaxt Şəkinin. Bəlkə həmin ilk təsis olundu, hə? Bəlkə başqa? Yox, ilk vaxtı Francis adı bu özəlliyi nə idi? Francis Allen. Bəlkə mükafat qəbul eləməyən ilk insan idi. Elan eləməyib qəbul. Ola bilər, almayıb da. Niyə almayıb? Alan dedi axı. Sualda Alan dedi axı. Özəlliyi nə idi? Mükafat Alan, hə. Qoşqar. Fərid Azakov çalışacaq cavab versin. Alan Turing'in adını daşıyan mükafatı 2006-cı ildə Francis Allen layiq görüləndə bu hadisənin özəlliyi nədə idi? Ola bilsin ki, həmin mükafatı almış bəlkə ilk insanı idi. İlk qadın idi. İlk qadın idi deməliydiniz və onda bu xal sizin olacaqdı. Növbəti sual 2 xal dəyərində. Ötən əsrin 80-ci illərində Mike Hayes adlı yeniyetmə öz universitet xərclərini ödəmək üçün bütün Amerikalılardan yardım istəmişdi. Nəticədə bir çox Amerikalı ona 1-2 dollar da olsa yardım etmişdi. Amerika Birləşmiş Ştatları gözəli seçilmiş Deborah Moffett isə Mike'a xüsusi qəbz göndərmişdi. Mike'ın satması üçün nəzərdə tutulmuş bu qəbz 25 nə ilə əvəzləşdirilə bilərdi? Vaxt. Yox, 85, 85. Mike'ın... Ola bilər, 80-ci illər çox şeydir, çox. Bəlkə Miss Champion'ın grantı qədərdir. Yox, 25 də olmaz. Bu kalendar, 25 bu şəkili hardasa var da. Şəki komandası ilk cavab vermək istəyir. Buyurun. Bəlkə 25 pikselə bərabər idi. O 1 pikseli bəlkə satırdı 1 dollardan ola bilsin belə bir şey. Abış gözəli, niyə? Sumqayıt düşünür. Sizin versiya nədir, Əşrəf? Zəhmət olmaz təkrar eləyərsiniz mənim üçün. Ötən əsrin 80-ci illərində Mike Hayes adlı yeniyetmə öz universitet xərclərini ödəmək üçün bütün Amerikalılardan yardım istəmişdi və yəni ABŞ gözəli seçilmiş Deborah Moffett Mike'a xüsusi qəbz göndərmişdi. Mike bunu satıb deməli pul əldə edə bilərdi. Qəbzi əldə edən isə 25 nəyə onu dəyişə bilərdi? Biraz absurd cavab ola bilər, amma öpüş versiyası var. Kimin öpüşü?
həmin o qadının öpüşü. Əslində ilk sayından var, özümüzü inandırmağa çalışırdıq. Yəni o boyda ABŞ gözəli, məsələn sizin belə qəbziniz olsa sizi 25 dəfə öpəcək. Siz mənə çox çətin vəziyyətdə əsasınız. Yox, sadəcə başa düşmək istəyirəm. Əşək bir-birimizi tanımağa gəlmişik də. Yəni belə bir qəbziniz olsaydı, istəyərdinizmi ki, misal üçün ondan təyinatı üzrə istifadə edəsiniz? Komandamızdakı subaylar istəyərdi. Siz isə yox. Yox. Doğru cavab! Doğru cavab 2-0. Növbəti sual. Yenə bir xal. Yaxşı. Əgər deyirsə evlilik, subaylıq mövzularını açaq, onu da açaq. Bu yaxınlarda 17 yaşlı Kristian Şevçenko Watford klubu ilə müqavilə imzalayıb və 2006-cı ildə Chelsea-də oynayarkən Andrey Şevçenko Watford-a qarşı fərqlənmiş və komanda yoldaşları ilə birlikdə qol sevincini qeyd etmişdi. Siz də komanda yoldaşlarınızın köməyi ilə həmin sevinci bizə göstərin. Vaxt. Şəki komandası buyurun. Futbol üzrə mütəxəssisimiz Fərid Azakov çalışsın. İlk səhnədə. Məsələn, buna Bebeto sevinci deyirlər. Yəni komanda şəklində ilk dəfə dünya çempionluğu səfərimizdə Braziliyada onlar belə şərfələrini yelləyir. Tax, elədir ki var. Ata olan futbolçular qol vurduqdan sonra tez-tez bu qol sevincini göstərirlər. Tamamilə doğrudur. 2-1 hesab arasında fərq minimuma indi. Amma yenə xatırladıram ki, birinci qələbə Şəkinin idi. Andy Warhol sağlam həyat tərzini sevən biri idi. O, keçən əsrin 80-ci illərində ilk dəfə istifadə etdiyi bunun barədə danışarkən demişdi ki, avtomobil siqnallarındansa Pavarotti daha yaxşıdır. O, nə barədə belə demişdi? Vaxt. Sumqayıt komandası buyurun. Beyrək cavab verəcək. Onu Azərbaycanca adı belə deyir, Rusca Beqavay Daroşka, Azərbaycan qatış zolağı gedir də, yəni ki, tərcüməsi. Yox, belə deyil. Yox, yəni ümumiyyətlə o deyil. Nə kasetli, nə də odur. Masadan qalxırsınız, şəkil düşünün. Velosiped nasıl ola bilər? Məsələn, sağlam həyat tərzi maşındansa velosiped ilə. Maşın zənginlərdən tamam. Zəng qoysunlar ki, zənginə Pavarotti səsi durdu da abi. iPod bəlkə gəzəndə iPod harda işləmir başqa Pavarotti siqnalı, maşın siqnalı. Bəlkə qaçanda iPod taxıb qaçırmış. Pavarottin səsini eşidir. Pavarottin səsi daha şeydir. Səsləri eşitmir də bu. Maşın səsindən. Bu suala Uluxan cavab verəcək. Xahiş edəcəm bir dənə təkrarlayarsınız. Andy Warhol nə haqqında, nəyi istifadə edəndən sonra demişdi ki, avtomobil siqnallarındansa Pavarotti daha yaxşıdır. O, naushnik, yəni belə qulaqçıq taxırdı və bunun vasitəsilə Pavarottiyə qulaq asırdı, avtomobil siqnallarını eşitmirdi, qaçırdı. Bu vasitəsilə sağlam həyatında davam etdirirdi. Həmin əşyanın qulaqlıqları olur, amma söhbət qulaqlıqdan getmir. Söhbət Walkman-dən gedir. Yəni söhbət Walkman-dən gedir. Növbət sual 2 xal dəyərində. Biz cavabda, yəni qulaqçığı taxıb musiqiyə qulaq asarsa qaçmağa dedik. Yəni o qulaqçığı sadəcə taxmaqla musiqiyə qulaq asmaq olmur da. Biz də bilirik ki, o harasa birləşdirilməlidir. Məsələ qulaqlıqda deyil. Qulaqlıq Uluxan cavab qulaqlıq demədi. Fenomenlə, yəni bilirsiniz ki, Walkman özü də öz növbəsində bir fenomen hesab olunur. Onunla ilk təmasından gedir və bu ümumiyyətlə insanların ilk dəfə musiqiyə, yəni yanında bir player gəzdirərək küçədə qulaq asa bilməsi imkanı idi. Yəni söhbət bu fenomenlə Andy Warhol'un başqa bir maqnitofona da məsələn onu taxıb qulaq asasa gedə bilərdi, nəzəri olaraq. Amma yadınızdadsa belə etmirdilər. Yox, nəzəri olaraq mümkündür də onu eləmək. Amma biz sualda qulaqçıq demədik. Qulaqlığı taxaraq qaçırdı, sağlam həyat tərzi, musiqiyə qulaq asıb. Məncə cavabda hər şey var idi. Müstəqil hakimlərimiz bəlkə buna... Əlbəttə, qoy müstəqil hakimlərimiz də fikir bildirsinlər. Çünki onların sözü həll edici olacaq yekunda. Məncə Şəki tam doğru cavab verir. Arzu xanım, siz də belə düşünürsünüz. Əslində nəzərdə tutduqları belə eyni cavab idi. O zaman 2-2. Bəli. Buyurun Əşər. Yəni Şəki komandasına yəni çox böyük hörmətlə mən öz fikrimi bildirmək istəyirəm. Bayaq biz suala öz cavabımızı müdafiə edəndə siz dediniz ki, nəzərdə tutduğunuz yox dediyiniz lazımdır. İndiki halda isə başqa bir münasibət göstərilir və məncə bu düzgün hal deyil. Siz müstəqil hakimlərə müraciət edə, yəni Əşrəf, siz müstəqil hakimlərə... Qoşqar, mən sizə hər hansısa bir iradım yoxdur. Mən yəni aparıcı heyətlə... Yəni siz rahatlıqla siz də gələn dəfə müstəqil hakimlərə müraciət edə və dəstək
dəstəyi onlardan görə bilərsiniz. Əgər mənim dəstəyim azdırsa. Qırmızı masada Faystart. Bu sual yalnız Sumqayıt komandası üçün səslənəcək, amma düyməsixanın aqibəti belə başa düşürəm 4-cü nişanı ilə həll olunur. O masa arxasında qalmalıdır. Mən onu başa düşürəm. Əşrəf, mağazalarda hər şeyin qıtlıq olduğu dövrdə Sovet satıcılarına müştərilərə belə sual verməyi öyrədirdilər. Alışverişinizi kağıza bükək, yoxsa ehtiyac yoxdur? Niyə görə məhz belə soruşmaq lazım idi? Vaxt. Həm də kağız qıtlığı var idi. Ola bilər. Başqa nə? Bəlkə görünməsin deyə gizlətmək istəyirdi. Bəlkə qıtlıqdır deyə cəmaatdan gizlətmək istəyirdi. Nə aldığını bilməsin qonşular. Qıtlıqdan gedir söhbət. Adam nə gizlətsin? Yox, elə ona görə deyil də ki, yəni cəmaat görməsin sən nə yeyirsən. Cavab verirsiniz? Fatih, zəhmət olmasa sualı Ceyhun üçün təkrarlayardınız. Çox sağ olun. Mağazalarda hər şeyin qıtlıq olduğu dövrdə Sovet satıcılarına müştərilərə belə sual verməyi öyrədilər. Bax, sual belə də verilməli idi. Alışverişinizi kağıza bükək, yoxsa ehtiyac yoxdur? Niyə görə məhz belə soruşmaq lazım idi? Bəlkə həmin dövrdə həm də kağız qıtlığı yaşanırdı. Kağızdan istifadəyi də yəni qənaət eləmək üçün satçılardan yəni bu sual tələb olunurdu. Həmin dövrdə bağlama kağızı çatışmazlığı var idi. Amma sualın məhz belə verilməsinin səbəbi alıcının son cümləni xatırlaması və bağlama kağızından imtina etməsi şansı idi. Növbəti sual 2 xal dəyərində. Robert Oppenheimer nəyi ən böyük tragediya adlandırmışdı? Vaxt. Sumqayıt komandası buyurun. Ceyhun. Söhbət Yaponiyaya atılan atom bombasından gedir. Doğrudur. Ən böyük tragediya deyəndə o bunu nəzərdə tuturdu. İlk atom bombası hazırlayan elmi komandanın başında olan Oppenheimer bu sözləri dilinə gətirib. 4-2 Sumqayıtın üstünlüyü. Növbəti sual. Yenə bir xal. Fərəh Pəhləvi xatirələrində yazır ki, Rıza Şahla toyuna hazırlıqları zamanı Parisdə getdiyi geyim dükanlarında, gözəllik salonları və digər yerlərdə də pərdələri bağlatdırırdılar. Bu hansı məqsədlə edilirdi? Vaxt. Şəkil. Fərid Azakov çalışacaq, cavab versin. Fərid hesab arasında minimumu azalda bilər. Ola bilsin ki, onu tanıyan olmasın deyə, yəni ona baxmasınlar, tanımasınlar deyə. Yox, elə deyil. Sumqayıt komandası düşünür. Müsəlman ölkəsində olduğu üçün Müsəlman ölkəsində olduğu üçün ola bilər. Müsəlman onu məhrəm naməhrəm söhbətdə görür. İzah edəsiniz. Amma yox, o Rıza Şahda elə deyildi. Onlar kifayət qədər tolerant idilər. Dindarlıq sonra gəlir. Onu parlaq elə bilirsiniz. Əşrəf, sizcə səbəb nə olub? Zəhmət olmasa sual təkrar edə bilərsiniz Fatih. Fərəh Pəhləvi xatirələrində yazıb ki, Rıza Şahla toyuna hazırlıqları zamanı Parisdə getdiyi geyim dükanlarında, gözəllik salonlarında və digər yerlərdə pərdələri bağlatdırırdı. Bu hansı məqsədlə edilirdi? Belə deyək də, paparazzilərdən uzaq durmaq üçün paparazilər. Tam doğru cavab. 5-2. Tamamilə doğrudur. Həqiqətən də onu tanımaq başqadır, amma paparazzilər fotosübut götürəcəkdilər deyə o paparazzlərdən qaçmaq üçün belə edirdi. Final döyüşlərinin hesabı 1-1 oldu və indi dekabrın çempionunu növbəti sual tapacaq. Tərəfdarları onun keçəcəyi yerlərə daha tez gəlir. Bir gün əvvəldən torpaqları suluyur, yerə yumşaq yarpaqlar tökürdülər. Mən kimin tərəfdarlarından danışıram? Vaxt. Sumqayıt komandası buyurun. Emilin versiyası var. Mahatma Gandhi'nin olduğunu düşünürəm. Elədir ki var. Sumqayıt komandası dekabrın çempionuna çevrilir və bilik kuboku uğrunda yarışlarda qalır. Əfsuslar olsun ki, Şəki komandası tam bir addımlığında, qələbənin bir addımlığında bu yoldan əlini üzməli olur. Çox eyib belə oldu, amma Sumqayıt komandasının da qələbəsi onlara bilik kuboku uğrunda yarışmaq fürsəti verdi. Bilik kubokunu Sumqayıt qazanarsa xatırladıram ki, bu halda onlar həm də Azərbaycan çempionu adı uğrunda mübarizə aparmalı olmayacaqlar və dərhal bu adı da qazanmış sayılacaqlar. Hər halda yaşayarıq görərik. Bu axşamı isə mənimlə bərabər yaşadıqlarına görə müstəqil hakimlərimizə böyük təşəkkürüm var. Bugün də, bu axşam da mənimlə
Baş sponsorumuz olanların İctimaiyyətlə Əlaqələr üzrə meneceri Anar Məsimov və Kapital Bankın İctimaiyyətlə Əlaqələr üzrə proses sahibi Arzu xanım Əliyeva idi. Təşəkkürlər. Mənə görə özəl biri, əli dolu gözəl biri, dola bilməz yeri dünya oldu mənim gözümdə. Mənə görə özəl biri, əli dolu gözəl biri, dola bilməz yeri dünya oldu mənim gözümdə. Ona mən layiqəm, bu eşqə sadiqəm. Sevərəm gizli-gizli, dönərəm aşıqa. Alıram könlünü, oxşayır zövqümü. Sevgisi aram-aram, bezəyir ömrümü. Mənə görə özəl biri, əli dolu gözəl biri, dola bilməz yeri dünya oldu mənim gözümdə.